Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Üzüm yarpağını demək olar ki, hamımız dolmada sevə-sevə yeyirik. Amma heç düşünmüsünüzmü? Bu yarpaq həqiqətən nə qədər faydalıdır? Bəlkə də tez-tez istifadə etdiyimiz üzüm yarpağının elə zərərləri var ki, çoxumuzun bundan xəbəri yoxdur. Ona görə də sizə bu videoda üzüm yarpağının bütün faydalarını, mümkün zərərlərini və kimlərin diqqətli olması lazım olduğunu tam şəkildə izah edəcəm. Ona görə də videonu sona qədər izləməyi, bəyənməyi və paylaşmağı unutmayın. Üzüm yarpağı Azərbaycan mətbəxində çox sevilən və geniş istifadə olunan təbii məhsullardan biridir. Xüsusilə dolma hazırlanarkən istifadə olunan üzüm yarpağı həm dadı, həm də sağlamlığa olan faydaları ilə diqqət çəkir. Yaz aylarında təzə-təzə yığılan bu yarpaqlar təkcə yeməklərə ləzzət qatmaqla qalmır. Eyni zamanda orqanizm üçün çox faydalı hesab olunur. Üzüm yarpağı vitamin və minerallarla zəngin bir qidadır. Onun tərkibində A vitamini, C vitamini, K vitamini və B qrupu vitaminləri mövcuddur. Bundan əlavə üzüm yarpağı dəmir, kalsium, maqnezium və lif baxımından da olduqca zəngindir. Bu maddələr orqanizmin düzgün işləməsi üçün vacib rol oynayır və ümumi sağlamlığı dəstəkləyir. Üzüm yarpağının ən önəmli faydalarından biri immun sistemini gücləndirməsidir. Tərkibindəki vitaminlər və antioksidantlar sayəsində bədən xəstəliklərə qarşı daha davamlı olur. Xüsusilə mövsüm dəyişikliyi zamanı bu cür təbii qidaların istifadəsi xəstəlik riskini azaltmağa kömək edir. Bu yarpaq həmçinin ürək-damar sağlamlığı üçün də çox faydalıdır. Üzüm yarpağında olan kalium qan təzyiqini tənzimləməyə kömək edir və ürəyin normal fəaliyyətini dəstəkləyir. Lif tərkibi isə xolesterinin səviyyəsini azaltmağa kömək edir və damarların sağlam qalmasına şərait yaradır. Üzüm yarpağı həzm sistemi üçün də çox faydalıdır. Tərkibindəki liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və həzm prosesini sürətləndirir. Bu, xüsusilə mədə-bağırsaq problemləri yaşayan insanlar üçün faydalıdır. Bununla yanaşı üzüm yarpağı qan azlığı problemi olan insanlar üçün də faydalı ola bilər. Tərkibindəki dəmir qanın keyfiyyətini artırmağa kömək edir və bədəndə enerji səviyyəsini yüksəldir. Üzüm yarpağı eyni zamanda antioksidant xüsusiyyətlərə malikdir. Bu isə o deməkdir ki, o orqanizmdə sərbəst radikallarla mübarizə aparır və hüceyrələrin zədələnməsinin qarşısını alır. Nəticədə dəri daha sağlam görünür və erkən qocalma prosesi yavaşlayır. Bütün bu faydalarına baxmayaraq, üzüm yarpağından istifadə edərkən bəzi məqamlara diqqət etmək lazımdır. Xüsusilə duzlu şəkildə saxlanılan yarpaqlar çox miqdarda istifadə edildikdə bədən üçün zərərli ola bilər. Çünki artıq duz qəbulu qan təzyiqinin yüksəlməsinə və ürək-damar problemlərinə səbəb ola bilər. Bundan əlavə bəzi insanlarda üzüm yarpağı allergik reaksiyalara səbəb ola bilər. Bu hal nadir olsa da diqqətli olmaq vacibdir. İlk dəfə istifadə edənlər az miqdarda yoxlamalıdır. Üzüm yarpağının həddindən artıq qəbulu bəzi insanlarda mədə narahatlığı yarada bilər. Xüsusilə həssas mədəsi olan şəxslər bu qidanı ölçülü şəkildə istifadə etməlidirlər. Digər vacib məqam isə yarpağın haradan toplandığıdır. Kimyəvi maddələrlə işlənmiş üzüm bağlarından yığılan yarpaqlar sağlamlıq üçün təhlükəli ola bilər. Ona görə də mümkün qədər təbii və təmiz yerlərdən yığılmış yarpaqlara üstünlük verilməlidir. Nəticə olaraq demək olar ki, üzüm yarpağı həm dadlı, həm də çox faydalı bir qidadır. O, immun sistemini gücləndirir, ürək sağlamlığını qoruyur, həzm sistemini yaxşılaşdırır və orqanizmə lazım olan bir çox faydalı maddələrlə təmin edir.
Amma hər şeydə olduğu kimi, üzüm yarpağı da ölçülü şəkildə istifadə edilməlidir. Sağlam qalmaq üçün təbii qidalardan düzgün və balanslı şəkildə istifadə etmək çox vacibdir. Üzüm yarpağı da bu qidalar arasında özünə məxsus yer tutur. Əziz dinləyicilər, sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq probleminiz varsa, öz həkiminizlə məsləhətləşin.